Allahın adı və yadı ilə salam arz edirəm sizin xidmətinizə با 9-cu جلسه از آموزش CSS خدمتتون. خب از جلسه قبل در مورد استایل های تیبل با هم danıştık. Bu نمه حالا درسimiz o hatta olmayacaqdı. در مورد اشارهگر موس و قوانین نمایش با هم danışacaq. Bir seri موارد vardı ki ola با هم işləyib ölçüşəcək. خب از در همونو که مشاهده buyursunuz الان burada موسuma bakın. شکل شمایلini görürsünüz nə cürdür. Bu şekil و شمایل موسو برای اینکه biz dəyişə bilək با استفاده از کرسر در CSS eləyə bilərik istifadə edək. Gedək görək nə halətdə ola bilər. خب mən əvvəl gəlirəm bir dənə TV açım, sadə bir TV açaq. İçində bir dənə hala IMG qərar verək. Altı qərar verək deyək. Adı pişfərz olsun image. Bəd deyək bir dənə tag P olsun ki burada hala text yazaq. Bir dənə tag A olsun ki burada yazaq link. Hala hrefdə vermirəm biləsinə. Xoş. Gedək görək bu bizə nə iş görür. Learn no, CSS no. Bir daha icralıq bərnaməmizdən. خب bu bir dənə əksidir. خب əzizlər görürsünüz mən الان əksin üstünə girirəm. İşarəgər mouse مثل bir dənə haləti addi mouse göstərir. Bunlar da vəli gəlir bir şəkildə xəttidir. Mən الان istəyirəm bunların halətləri müxtəlifi siz əzizlərin با هم işləyək. خب elə mən burada inspect elementindən test edəcəm və orada param qərar verəm. Məsələn bu link ki burada qərar tapıb tag idi. Dedik ki VJG style'ın adına mən neydi? Der element style yazacaq cursor. CU hazırlayın. Cursor. Anva əqsam halətlər var. Baxın əvvəldən başlayırıq. Deyirik Elias. Görün nə halət oldu şəkli. O bilsə al scroll deyirik. Görün nə halət oldu. Burada baxın. Hələ burada təğyir verirəm. Auto eləyirəm. Baxın auto eləyəcəm. Otomatik özü təşxis verir ki, əgər eydi gətir bu halətdə sar. Cell. Və şəkli bir dənə cellulili. Cool resize. Görürsünüz. Qismət hay ki resize olar bundan eləyə bilərik istifadə edək. Context menu. Bu da ki heçsat. Copy. Bu da crosshair'ı görürsünüz əzizlər. Defaultdakı default'ıdır. Resize edəməkdir bu şəkildə. Az qismədə çap və rast. EW resize. Bu da bu halətdədir. Grab. Bir şəkildə dəstə gətir namayiş ver. Grabbing. Bu da bir şəkildə dəstədir. Help. Kömək kərdən əlaməti sual gətirir. Inheritdəki pedərdən irs bər eləsin. Move. Hərəkət dadən. Biz bir daha bir şey drag and drop ataq o əlbələ با istifadə از move eləyə bilərik qoyaq. En resize از بالا به پایین resize eləməkdir. En resize به شکل مورب o əlbəldən resize eləməkdir. News resize bu da həman olur. No drop yəni bunu eləyənməri kopya edək. None da ki yəni bedun istifadə. Əzizlər pəs görürsünüz nə halətdə olunur baxın. Bu çön dو tərəfə bəd به şəkli dəst olur. Bu da bu halətdə olunur və ənva əqsamı ki burada yazıbdır. Pəs biz ba istifadə az zoom in vamızdır. Baxın əzizlər zoom in. Pəs zoom in, zoom out. Pəs ba istifadə az cursor eləyə bilərik. Məsələn mən deyirəm ağa tamamı pilərimin cursor olsun. Elias misal. Gəlirəm deyirəm tamamı eylərimin cursor olsun. Pointer. Pointer həman əl halət gəlir və elə axır. طبق نیازınız cursor bu halətdə برای tag ya کلاس های مورد نظر تعریف کنیم. çok sadə.
خب bu بخش اشارهگر ماس idi. Amma biz gedək با استفاده از display ستایلımızda vardı bir seri موارد örgəşək. Əzizlər, display در واقع مثلا bu divi الان siz nəzərinizdə alın. Bu div bir daha klas verəcəm biraz. Ey adını yazdım. Gəlin burada deyirəm. Hala üstəki eynin iştibat düşər. Deyirəm Eyvan verirəm. Deyirəm klası var به نام Eyvan. خب. Burada bir dənə display varımızdır. Display görürsünüz. Enva əqsam halətlər var. Baxın. Bunları çox istifadə eləyə bilərik bu istifadə display. Gedək bunu test. Məsələn, bura bir daha refresh edək. Gəlirəm deyirəm bu div 2 burada qərar tapıb. Klası Eyvanı verdim biləsinə. Gəlirəm display-ini dəyişirəm. Display. Baxın bu qismətə. Blok edirəm. Inline. Baxın. Flex elədim görün nə şəkildə düşdü. Bəd. Görürsünüz. Bəzi aha burada noun edəndə kollən silinir. Baxın. Gəlir table caption halət edəndə o halətdə olur. Bu display در واقع biz əgər bir yerdə istəsək istifadə edək, gələk bu halətdə test edək. Düzdür. Məsəl əksər moriddən adam bilir. Məsələn display noun yəni ağa mən istəyirəm bir dənə bir şeyin displayin ya halət nəmayişin qeyri faal eləyəm. Məsələn nə mənə gəlirəm deyirəm ki tag img mən qeyri faal eləyirəm. Qeyri faal eləmirəm. Mən در واقع görsətmirəm. Nə şəkil görək. Hala bu halətdə qalsın. Deyirəm tag imglər gətir displaylərin noun elə, yəni görsətmə. Xoş, gedək görək. Bu image ayın noun olacaq ya, yox, görürsüz. Da görüşmədi. Və həmçinin blad eləyə bilərik. Displayin ayrı vicəgisi blokdur. Blok nə mənadır? Misal bərfərz biz gəlirik, məsələn 3-4 dənə divi gətiririk, bir-birinin yanına qoyuruq. Məsələn nə cür? Hala bu qalsın. Xoş, burada yazaq ki, televizor yazıram, div 1. Xoş, burada yazaq div 2, div 3, div 4. Xoş, burada body'mizin üstündədir. Gedək görək nə elədik. Xoş, div 2. Mən indi istəyirəm bunlar gəlsinlər poşti həm düşsünlər. Baxın, işarəgər mousu faal edirəm. div 2-ə baxın. Kollə bu fəza tutub. Mən deyirəm, yox, niyazlar kollə fəza tutsun. Bunların hamısı gəlsin, bir-birinin yanına düşsün. Əgər bu bir belən fəza düşüb, bu gəlsin, bunun bəğəlinə düşsün da bir belən fəza düşməsin. Bu istifadə display eləyə bilərik bu işi görək. Xoş, mən gəlirəm, məsələn, bu divə bir dənə display verirəm. Deyirəm, display. Xoş, əsər salmadı, fikir edirəm gərək. Body'yə verək bu işi. Display. Baxın əzizlər. Flex'ə baxın. Flex'i ki vurdum gətdi hamısı bir-birinin yanına saldı. Ya da inline block olacaq. Inline flex. Inline flex'i də gətib bir-birinin yanına salır. Hala biz eləyə bilərik bir dənə divi ayrıdan açaq. Deyək ki bu div gəlsin, düşsün. Bulan içərisinə. Xoş, təbinə vuraq qabağa bir zənə. İndi gələk bir şeydə icra. İndi bu div 2 burada qərar tapıb ki bu div olunur. Buna bir dənə display verək. Display flex gətirər. Görürsünüz. Bir-birinin yanına salar. Xoş. Bu da bizim qisməti displaydən ki dedim. Bu halətdə gəl test edək və gətirək sonra. O halət nəmayişi ki mورد nəzərimizdə bu displaydə burada test elədik gətirəcək, qərar verək. Style'larımızda və 5 şəkli ki burada istifadə edirəm, gətirib qoya bilərik burada və istifadə edək. Məsələn, flex gətirirəm, deyirəm display. Nə mənə?
flex. Bu حالت. خب عزیزان جدا حالت بعدی به نام visibility. خب عزیزان بیدنم را رفرش alaq. مثلا من bu div 2 istəyirəm visibility یا نمایشین visibility پس baxın visibility نمایشین hidden eləyəm baxın hidden oldu. یا collapse در table işlənər ya unset بدون visible baxın 2 dənə halət var visibility ya visible yəni nümayiş bedi ya hidden yəni məxfi kor. Xop şayad deyəsiniz ki mən bunu eləyə bilərdim. Bayaq öyrətdik display noun-dan istifadə edirəm də düzdür. Xop baxın mən elə bu silirəm. Baxın display الان noun-dur. الان display noun-u çıxardıram. Aha. Baxın zaman ki biz bu div-ə ki display noun eləyirik, bu div-ə və bəqi cərbun üstünə در واقع elə bura kollən gedir. Bəli zaman ki visibility hidden eləyirik baxın heç təfavüt eləmir və bura boş olur. Yeri buranın boş qalır. Bəli zaman ki display noun eləyirik yeri boş qalmır. Aşağıdakılar cər üstünə tənha təfavütü budur visibility ilə display-in. خب azizlər bu cələsə kafidir. OBC cələsi inşallah da yavaş yavaş məbahis CSS-imiz qutulur. Hala OBC cələsə bir miqdar پیشرفت موردdə با هم danışacaq. Yavaş yavaş qutaraq CSS-imizi də. خب azizlər sizə təmrini həttəmən yadınızdan çıxartmayın. Təmrin çox mühümdür. Bir cələsə ya iki daha cələsəmiz qalır ki, برای اینکه qutaraq biz məbəhəsə CSS-i. Siz əzizləri ta cələsəyi bəd Allah əmanına tapşırıram.